Əziz izləyicilər, çox adam alınan qalır deyəndə elə bilirlər ki, bu məhsuldan bağlı olan bir şeydir və deyirlər ki, yəni harda qalır, alırıq, yəni istifadə edirik, xarab olur, gedir, qırılır və s. Onlar başa düşmürlər ki, mən bu gün nəsə bir sirri deyəcəm, yəni bu ümumiyyətlə bu adla bağlı. Alınan qalır, bilirsiniz necədir? Bax bu gözəllikləri görürsüz məsələn də. Bunların daha ucuz variantı var, daha zəif variantı var. Məsələn, indi onlardan da gətiririk, çünki hər insan fərqli olur. Amma bu nə deməkdir? Alanda özünə gərək ən gözəlini, ən qəşəngini, həqiqətən də ən zövqlüsünü. Çünki bu sənə qalır. Və nə alırsansa sənə qalır. Bu öz dəyərlə bağlıdır. Bu özünə qiymət verməklə bağlıdır. Bu özünə sevgi ilə bağlıdır. Bax bunu mən illərlə, zamanla anladım. Bu çox önəmli bir detaldır. Elə adamlar var deyir ki, o nədir ki, belə götürüm evimə, amma bu sənin evinə girir. Bu sənin məkanına gəlir. Bunu sən istifadə eləyəsən. Bu geyimlə bağlı olsun və yaxud da işlətdiyin qab-qacaqla bağlı olsun və yaxud da başqa bir şeylə. Fərqi yoxdur. Alınan qalır. Alınan yəni bax sənlə ilgilidir bu. Bütün yəni buradakı bu dünya malı dünyada qalacaq onsuz da. O önəmli deyil. Prosto sən bu günləri nəyisə alanda, nəyisə ödəniş eləyəndə, nəyisə seçəndə sən nəyi seçdin? Sən necə buna yanaşdın? Sən buna diqqət və önəm verdinmi, yoxsa vermədinmi? Yoxsa elə belə başdan getdi? Seçəndə həmişə zövqlü, keyfiyyətli mallar. Elə adamlar var, qiymət də alına düşür. İnanın, siz daha yaxşısına layiqsiniz və bunu heç vaxt unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Özünüzə.